Facebookda, Instagramda mühafizə. Salam, sabahınız xeyir bir daha. Bu günlərin biz 5-ci təlim günümüzə başlayırıq. Bugünkü gün proqramla təcrübə aparılacaq bir gündür. İndi siz, yəqin ki, hər biriniz tapşırılmış linkləri almışsınız və sizə bu günlər ərzində göstərilən o hansı ki linkləmə var idi, onları uşaqların üzərində tətbiq edəcəksiniz. Bunu da Alim xanım nəzarətə götürəcəkdir. Hansı üsulları mənimsəmisiniz, harada çətinlikləriniz olubdur, nəyi düzgün edirsiniz, nəyi düzgün etmirsiniz. İndi bir qədər sonra artıq siz bu üsulu özünüz tətbiq etməyə göstərəcəksiniz. Hər birinizə uğurlar arzu edirik. Hələ biz hazırlaşaq, uşaqları, masaları hazırlayaq. Ondan sonra uşaqlardan seçək. Yəqin ki, 3 uşaq 4 tələbəyə bir uşaq bəs eləyər. 4 nəfərə bir uşaq. İkisi bir qolda işləyər, ikisi bir qolda. Tamam. Deməli, hörmətli təlimçimiz oluruq. Siz nə olursunuz? Tələbələr. Deməli, bu günlər biz keçən dərsimizdə sizə yuxarı ətraflarda linkləmənin tətbiqinə baxdıq. Yəni, bugün siz onu tətbiq edəcəksiniz. Amma keçən də biz bir uşaqla işlədik, ya da 2 uşaqla işlədik, 2 uşaqla. Tamam, onlarda ikisinin fərqli problemləri idi. Ona görə hər uşağa individualdır. İndi biz işləyəcək sizdən 4 nəfərə bir uşaq, 2 nəfər bir ətrafda işləyəcək, 2 nəfər bir ətrafda. Elə rahat şəkildə işləyəcək. Və sizlə bir yerdə həm diaqnostika eləyəcək, həm də individual olaraq necə yanaşacaqsınız, onu tətbiq edəcək. Və mən bir sizinlə bir yerdə çalışmalıyım onu, yaxşı? Belə. Hər qrupa bir dənə kurator verirəm. Nərinə xanım, siz bu qrupa baxırsınız, sən bu qrupa baxırsınız. Orada da bizim əlaçı qızımız. Hər qrupa bir dənə kurator nəzarət edəcəksiniz. Yaxşı, mən təbii ki, hər stol bir dənə bəli, eyni elə bölünmüşsünüz. Çünki sizi uca çoxdan tanıyıram, bilirəm ki, bacaracaqsınız. Tapşırığınızı öhdəsindən gələcəksiniz. Yaxşı olar ki, rəngli teypləri alın, əzizlərim. Çünki rəngli teyplərlə siz daha yaxşı öyrənəcəksiniz. Belə də rəngli teyplər sizin təlim üçün biraz deyil. Yəni, sizdə açıq real rənglər olmalıdır ki, siz onu görəndə hiss eləyəsiniz, daha çox diqqətiniz orada olsun. Yəni, bunu biraz professionallaşanda artıq qurarsınız. Yəni, imkan daxilində, yəni, rəngli teyplər. Biz niyə əliyə, necə V formasında barmaqların üzərindən vuracaq? Niyə vuracaq? Çünki əlinin fiziki qüsurlu uşaq deyil. Yəni, onun ətrafları tam normal işlək vəziyyətlərdir. Sadəcə olaraq kiçik motorikası zəif olduğuna görə biz o kiçik motorikanı dəstəkləmək üçün nə edəcəyik? Götürəcəyik, əlcək formasında deyək də, belə əlcək V formasında eləyəcəyik. Və bu bir, hələ necə vuracaq onu deyirəm. Sizin uşaq da nədir vəziyyət, nə aşkarladınız? İndi hamı ona baxır. Siz nə edəcəksiniz Nəzrinə? Deyin. Kim edirdir? Problemi nə? Tamam, nə idi Nəzrin? Barmağı belə çörülürdü. Tamam kimi barmaqların üstünə bir də altdan. Siz də V edəcəksiniz və baş barmağı fiksasiya edəcəksiniz. Okey, qızlar, Nəzrini bilirsiniz də, onun problemindən tanışırsınız. Tamam, indi. Nə? Sən orada Yox. Gərginlik yoxdur, aferin, düzdür. İndi orada yavaş-yavaş Ayağıma da yapıştırırım. Yaxın buradan boyundan, buradan yapışdırırıq, bura, buradan, yaxın, bura,
80 dərəcədə artıq. Belə, yəni körpünü buradan yedik. Bunu yoxdur. Baxın, niyə biz belə eləyirik körpü? Çünki bizə bura açmaq lazımdır. İndi barmaqları şey verir. Dörd yerə böləcəyik. Belə eləyirik, belə. Bax, belə daha Buradan koyacağız. Buradan oldu. Uşaqlardan elib dartmışlar. Barmağın üstündən. buradan. Bu masanı biraz bu tarafa çekin. Paterafer olsun. Geçme herleme yolunu. Sen daha bunu koymuşsun. Sen Nezrin, biraz onu bu tarafa itele. Buradan çekin. Yok, bu tarafa. Oradan da geçme olsun. Birazcık da Nezrin'i arkaya ile. Şey yapmışlar. Yaxşıdır, belə tərəfdən bura qoyacaq. Şimdi hareket etmek mümkündür. Da maşallah bu defa hamı arıqdır. Ben de böyle şeyde Sonra birisi şeyden burada gelmişler. Ben dedim buradan baktılar. Çocuklar da ayrı kalktılar. Yo yo ben buradan. Biz bu 50 qəbət bura gətirmək istəyirsə, burada olmuyor. Düzdür. Uğranmağa görə dedi verir oradan verir. Buradan, buradan olmalıdır. Buradan. Videolara baxın, siz videolar çəkirsiniz. Baxın, təzədən İndi burada işte, siz tam orada qarşınızsınız. Burada ne yok, siz harcasınız. Bu stolun tələbələri harcadır. Bu stolun tələbələri. Boş üzürsünüz çok da var. Siz bunu Burada hiç yoktu bak. Burada bir. Ben çalışıyorum. Çocuk parçası. Siz oradaki yaşın Allah'ın çocuklara Bir sen arka şeyler böyle ben ondan biri başlayayım. Bunu yapıştırır, köpük olmasına ölçüsünü. İndi parmaqlar. Ölçü belə. Baş parmağın acəlini. Bunu acəlini Belə deyiləm işte. Bu leş kimindir? Uşaq kimindir? Sənin? Yo yo, vururam. İstəyirsən bu tərəfinə. Bura iki parmaq, verin, iki parmaq. Mənə nə istədi? İkisi bir keçirmişdik, ikisinin acını. İkisini bir, ikisini düz. Məncə sən də gəl. Hamı Mənim əlimdə var. Bir dənə su Parmağı necə fiksasiya edin? Baxın, parmağı. Baxın, parmağı.
Toppasın bir gözü gelsin. Kadına 2000 başlama aydın. Onu belirli ki fırlat insanlarımız. Sabit Koyduğum yerden. aynı koyduğum yerdendir. Bəli, afərin. 2 şuna bax. 2 afərin. Birinci şey eləyəcək. Əzləri burada. Yaxın burada olacaq. Açmayalım. Hələ açmayalım. Necə işdən qoydunuz? Qapda. Belə. İçeriden girip kapıdan gelen yani. Bu videoyu da çok Belə içinə qoyacaq. Yumruq, kaliso kimi. Sen uzun aslında ile gitseydik. Aslında Necə getməli? bak bence böyle gitmez. Mesela boyunca gitmez bence. Allah sebebe sağlık. Parmakların başına o keçiriyor. Bu ağrıyır. Belə tutursuz, indi, əlsiz sadəcə, yəni əl barmaqlarınız sadəcə. Körü olur. Ondan sonra ayağını yapıştıram. Elə mən burada yapıştıram. Gələn dəfə ayaq olacaq. Gələn dəfə Bu əməliyyatı bitməyib. Bir dənə baş parmaq yazılmış. Buna nə qədər vaxt baxın mənə xahiş edirəm. Çox demişəm, deyəcəm, hər nədə deyəcəm. Böyle sakladık. O çünkü sistem. Mən şimdi bir dəfə Siz bana üstü harap ediyorsunuz. Hayman olursunuz. Bunun parmağından önce. Onu bu düz vermesini koyuyorsun. Bak size yanmayı koyuyorsun. Kimerin varyantı ben hep bilmiyorum. Çok şeye gittim. Burasını Bunlar geldi. Bunu buradan vuracağım. Kesin. Burada yaxınız olmalıdır ki, Çok uzun eləmə. İki parmağın ucunu çevirməyəcəm. ona görə yaxşı olar ki, deyək. Ovucu Sizde feylerinde asla açmayın. Şimdi buradan belə sadə bir şey bəsit. Bu şəkildə cırdı. İkisini birden vurmaktın. Üstünden zaten bağlanmış. Şimdi buraya işte buranı yakılır. O yapışdı. En değerlisi de yapışır. Üstündən sonra belə gedir. Gərginləşmiş içəriyə. Cəbizdən içəriyə gətirir. Bunu belə bu şəkildə beləyəsən.
Əzələ gəldiyin olanda biz neyinirik? Əzələrin həmişə dartırıq aşağıya. Aşağıya dartırıq həmişə əzələ gəldiyin olanda. Yox, barmaqlar sarıyır da zaten. Amma burada isə Barmaqlar sarıyırlar var, ona görə halanda deyilirlər. Əzələ hərəkət kömək eləsin. Bax, əzələ necə hərəkət edir? Hərəkət nöqtələr bir-birlərinə yaxınlaşaraq. Yaxınlaşır, hərəkət icra olunur. Bu əzələyin gücü zəifdir. Əzələ ipləri yaxşı işləmir deyə hərəkət nöqtələr bir-birlərinə yaxınlaşmır. Biz o zaman ona kömək edirik. Bu şəkildə əli vəziyyətinə gətirir ki, teyp qoyaq ki, ona daha rahat məsafədə yığıla bilsin. Bir var buradan gətirsin əl. Bir var ki, belə vəziyyətdə durur, teyp qoymuşuq. Ona daha rahatdır da hərəkət edilmək. Bax belə. Bunun üstünə qoyub ucun elə ki, üzü kimi yox deyil, üstündən Sadəcə olaraq bizə əzələ gəlirsə, biz onu dartmalıyıq. Bir qırışdaşırsa deməli düz yerə yapışdırır. onu biz Onu bu barmağın üstündən gələcəkdə Eləyə doktor. Mən variantı həkimsən, heç yaşamır. Mən istəyirdim onu şey eləyəm. Mən istəyirdim onu sarayım. Bunu istidən. Çünki bir istəyirdim, kolaçıq gələm, bir kolasiya gələm. Gördüm, aşağıda yazı var. Bunlar da yaşlı. Siz bu işlərə baxırsınız da, Uşaqlar gətirəndə praktikaya çalışın ki, uşağın problemi var, o uşaqlar gəlsin. Deməli, burada, baxın uşaqlar, əlimiz pronasiya vəziyyətlərində bu şəkildə saxlayırıq uşaq əlini. Pronasiya vəziyyətlərində. Aynurxan, mən onu Ramizəyə tətbiq eləyə bilərəm evdə. Ramizə də kiçik motorikası zəifdir. Tak, bəli. Üzr istəyirəm, mən Ramizə onun kiçik motorikası zəifdir. Amma tüklərini təmizləməyə su yapışmayacaq. Qızlar, burada baxın. Burada baxın. Sizin qrup yaxşı çalışır. Çünki məni köməyə çağırmışsınız. Səhvlərinizi əvvəlcədən gördük, düzəltdik, amma burada vəziyyət budur ki, siz deyin, uşağın əli pronasiya vəziyyətindədir. Biz onu indi eləməliyik ki, uşaq supinasiya vəziyyətində əlini saxlasın, belə bu şəkildə. Neynəyəcəm? Supinator əzələ əlin üst əzələlərindəndir. Burada yerləşir, burada yerləşir. Deməli, mən neynəyirəm? Yaxır, ancaq bu şəkildə kəsilir, yaxşı. Supinator əzələ hardan başlayır? Heç nə yox, yalanlar da. Artistliyə eləmə əli. Artistliyə eləmə. Dartıram. 75% dartıram hətta. Bəzən oynar fiksasiyalarında biz 100%-ə kimi dartıracaq, çiğnili oynaqdır. Bunun barmağı, mən onu bilmirəm, söhbət nədən gedir? Gəlmək biraz. O olan iki olan sizin idi. Yox, gətirməmişəm bura. Çalışıram gətirəm. Deməli, baxaq, İstəyərəm də, mən də çox istəyərəm. ən yaxşı Bilirsən, uşaqların vəziyyətləri. bu qırışlar olmamalıdır. Aha, deməli, sonra dikəlin, vurmuyor. Suala baxırlar. Sual verdilər. Sual verdilər. Barmağa keçirilərlə V-li nə fərqi var? Barmağa keçirilərin fərqi odur ki, bu uşağın barmaqları belə durur.
ona muşunu, biləyini işlətmək lazımdır. Ona görə biz buradan barmağı keçirik ki, əlini rahat işlətsin. Barmaqları ona görə vurduq ki, sadəcə barmaq motorikası, barmağını daha rahat işlətsin. Bizə o lazımdır. Biləyini işlədə bilir, amma barmaqlarını işlədə bilmir. Məsələn, pianinoya gedirsə, uşaqlarınız onu vurun, pianinasını daha gözəl çalacaq. Vurursuz, xətti daha gözəl olur, yəni çox qəşəng praktikamdan sizə deyə bilərəm. Yaxşı anaların geri odzivları var, geri dönüşləri var ki, o teyp eləyəndən sonra bu lapşa formasında da yelpik formasında da lapşa da deyil. O formada eləyəndə, yox, lapşa biraz daha uzundur, drenaj məqsədə eləyir. O zaman deyir, xətti daha yaxşı olur. Yeməyi daha yaxşı işləyir, barmaqları da pianinanı daha yaxşı çalır. Belə. İndi keçirik bazu nahiyə. Nə var? Keçək bazı nahiyəsində tətbiq edin görək. Bəli, sən için eləməmişsin. Mən sənin nəsil için sizin qrup niyə dağıldı? Kızlar, baxın. Bazı işləyirik. Burada bir dənə bükücü əzələdir, bir də açıcı əzələdir. Tapşırıq verirəm. Deyək ki, uşağın bükücü əzələsi çox gərgindir. Uşağın bükücü əzələsi gərgindir. Gərgini götürmək üçün necə teyp vuracaqsınız? Başlayın. Uşağın bükücü əzələsi gərgindir. Teypi necə vuracaqsınız? Başlayın. Yuxarıdan aşağı. Aşağıdan baxmalıdır. Gərgin olanda aşağıdan vurmalıdır. Aferin. Bura kimi gəlir? Bir də vura bilərsiniz sadəcə buradan. Bura qədər gəlir. Yaxın bir əzələnin, siz əzələdən başlayın. Bükücü əzələ gəlir buradan. Yerinə baxın deyirəm sizə. Dirsəyə doğru. Buradan Y. Bəli, ona görə buradan vuracaqsınız. Buradan vuracaqsınız, Y vurun. Y vurun. Y də vura bilərsiniz. Bu tərəfdən. Biz orada uşaqda zəif yıka bilmir. Mənim söylədiyim tapşırıq isə aça bilmir. Çünki ki, baş rəzələ gərgindir. Mənim tapşırığım başqadır. Yaxşı. Əgər zəif olanda yıka bilmir, ona görə ki, zəifdir. O zaman yuxarıdan vuracaq. Y eləyirik, davayçı bölün. 5 santimetr həmişə 5 santimetr. 1, 2, 3, 4 var. 1, 2, 3, 4 santimetr saxalır. Kesinlikle geç. Onu eləyir. Sadəcə mən bilirəm. Ayaq dərsində onu eləyəriz. Doktor, mən indi bu barmağı ağrıyır da. İndi bunu elədim, elə bir belə dartıldı, qəşəng oldu yəni. Gülləşir. Hərəkəti rahatlaşacaq. O kəsmək Bu hiss eləyirəm. buradan 2, 3, 4, 5 oradan bəs. Buradan koyuyorsun. Buradan Ağrıyan yeri elə bir dartır. Nədir? Çıxartma. Onda öbür dedi. Niyə sən digital müalicədən gəlirsən? Sağlamaq istəmirsən. Buradan gərginliyi azaltmaq üçün dartmalıyıq. Aşağıdan. Buradan vurun.
Bu elə bir ki, böyle bağlı elə gəlməyən tanımış. Belə düz elədi. Gələn dəfə də bir olan. Mən düşündüm, parmağını böyle Hanınız bilərsə aratmışsınız. Bir böyle. Bir şey hissedirse sanmış olmadığı düşünmede var. Saxladı çox. Uşaq güzel orada. Bir başında sarı saatlikler. Ne kadar dedi bacardı eve gelirdi. Şimdi tutun bakmışlar. O da çıkılan kakayı belə danışmağı üçün da. Sen neyini her dili bilir. Bildirəm Kızım de. Yok. Bulvar bilip o kişi vardı. 15 Zəhmət şey olmasa əzələləri verin. Açın, əzələ alın. Hər dəfə ki, əzələ kiralayın. İndi əksinə, əzələsi zəif. Neynəyəcəksiniz? İndi yuxarıdan əzələsi zəif cücələr, kərgi və gəlgəlir. Buradan yaşındıracaq. Yakırı buradan. 1, 2, əzələ buradadır. Əzələ buradan. İşte bu değil. Bu başqa əzələ. Bu üç başqa əzələ yaxşıcı. Bu da Aynı kalan kadar rastlamak. Aynı kalan bu tersine göstersin. Kendine özgürlüğü yanımızda kalsın. Değil ki, bak belə baxırsan, yan qılıc belə. İş tərəf. Yok. Gördüğünüz üzere böyle olmuş. Diğer oradan yok. Bilemişti çıkarttı. Mənim üçün yaxşı tələbə yoxdur. Mənim üçün tətbiq eləməyi öyrənən tələbə var. Yaxşı biz tələbə yoxdur bizdə. Tak, deməli, keçirik deltalara. Çünki bir nəfər bütün qrupu ləngitmə haqqı yoxdur. Eyni şeyi göstədirəm də bayaqdan. Deməli, deltanı işləyirik indi. To есть, niyə? Açıcı əzələni işləyirik. Açıcı əzələ, baxın, hamı mənə baxsın. Açıcı əzələ. Açıcı əzələ, dirsək, bura birləşir. Açıcı əzələ, kürəkdən gətirəcəyim elə. Buradan. Əgər ki, zəifdirsə, gücü yoxdur, aça bilmirsə, o zaman ya qırmızı, hamı görürmü? Baxın. Aha, ya qırmızı, yox, bir dən qızım, əlini rahat bırak. Ya qırmızı burada olacaq. Və bu əzələ buradadır. Burada. Bu dirsəkdir, hə? Əlinizi belə qaldırın özünüzdə, uşaqdadır. Dirsəkdən bura kimi bu açıcı əzələ gəldi bura. Hamı üçün göstərirəm. Baxın, dirsəkdən bura kimi. Əgər əzələsi gərgindirsə ki, aça, gətirə, bükə bilmirəm, mane olur mənə bükməyə. O zaman yakırı buradan eləyirik. Buradan eləyirik, bir dənə bunu. 2 dənə eləyin, bir dənə. Dirsəyin düz burasının altı demirik ona. Dirsəyin baxın. Sən bunu biləcəksən. Bir dənə iyi vurun.
gərginliyi götürmək üçün. Yaxşı. Mən dirsəyimi bükə bilmirəm, çünki üçbaşlı əzələm gərgindir, imkan vermir mən dirsəyi bükə. Yaxşımı? Bir də ki, əksinə, mən dirsəyimi açmaq istəyirəm, amma aça bilmirəm, çünki açıcı əzələm zəifdir. O zaman yerini dəyişir, yakır burada. Gərginlikdə yakır burada, zəifdə burada. Всё. Əldə zəif. Bir dəqiqə mən market. Yox, əldə fiziki bir şey. Necəsiz ki, bir video paylaşabilirim. Çünki plankəsin orada var edir. Sənin mənim kimin nəyi? Kim verir? Nədən verir burada? Gərginlik buradandır. Gəlin mən buradan qızlar. Gərginlik. Nədir gərgin? Gəlirəm. Yaxınlaşa bilərsən ha qızım. Rastlapsın. Düz bura. Açma. Çiçəyim, dayan. Bir dəqiqə qoy yerini tapım. Heç eləmirəm ki, məsələn, nəzir. Baba, bura. Bura. Tamam, gərgin olanda. Amma yox, bura yox. Baxın, bura. Bura. Dirsəkdən gətirirəm, bura. Büküş var ya burada. Qoltuğa bükü arxa. Bax ora. Gərgindirsə buradan yaxırımı vururam, gətirirəm, baxın, bura. Yaxşı ki, datsın. Yox, əgər əksinə zəifdirsə əzələsi, tonsuz zaman buradan. Yaxırımı buradan vuracaq. Ben gəlirəm sizə. Vurun. Bu dirsəkdir, bu gərgindir. Buradan vururuq. Aç əlbə. Buradan ip olmasında. Amma sizə hərəkini kəsin, onu arkadaşınız beləsin. Baxın, əzələsi yox, bura kimi. Yaxşı, bizim iki deyil, iki. Yox, problem olur. Uzaq. Bax, görəcək, qızlar. Ümumiyyətlə, qızlar, əzələ tonusu yüksək olanda dirsəyi bağlamayaq, yaxşı? Əzələ tonusu yüksək olanda yağ şeyi dartmayın, çox dartmayın, 20-25% teypi. Yaxşı, amma əzələ zəif olanda tonsuz zaman darta bilər. Çünki biz əgər fikir verir, əzələsi gərgin uşağın, bir də biz onu dartırıq, həm də orada kompresiya veririk, dartanda möhkəm yapışırıq axı. O da məhdudlaşdırırıq liflərin hərəkətliyini. Ona görə tonus yüksək olanda dartmırıq. Elə kağızı açanda, yapışdıranda o zaten özü 25%-ə qədər aralanır. Mən tapşırığım birinci nədir? Əzələ gərgindir, açıcı əzələ gərgindir. Birinci tapşırıq odur. Gərgindirsə Aşağıdan yuxarı. Aşağıdan yuxarıya vuracağım. Göstərdirsə, fikir verin. Sonra məndən inciyirsiniz. Mən bayaqdan göstədirəm dirsəyə yuxarı. Amma siz bütün dirsəyə çox eləyirsiniz. Niyə? Dirsək bu. Hələ buradan çək gətir. Dirsəkdə oynamayın yuxarı. Yəni bildiz yazıda qaldı ki, dirsəkdən yuxarı, dirsək yuxarı. Yox, əla, bu düzdür. Tamam. İndi o qalsın, gözünüz öyrəşsin. Gəl, qəşək. Dirsək blok olunur, afərin. Dirsəkdən aşağı. Özünüzü hərəkət elətdirir nəzərləri, funksiyasına baxın. Gör nəzərdə necə hərəkət edirsiniz. İndi götürün. İndi əksinə əzələ zəifdir, açacaq. Üç başlı əzələ zəifdir. Buradakı olur. İndiki tapşırığımız nədir? Əzələ əksinə zəifdir. Demək ki,
ki bayaqki bulduğunuz aplikasyonu əksinə edirik. Hə, bir dəqiqə qızlar, belə bükün. Mənə baxın. Hər hamı mənə baxsın. İsraf eləməyin kağızları, hələ kəsməyin teypləri. Qulaq asın. Açıq, gərginlik, bəlkə əzələnin zəif əzələn. Mənə qulaq asmırsınız siz, əliniz dolu. Əzələ zəifdirsə, belə qatlayın, elə vurun. Buradan vurun bura. Onda daha rahat açmağa kömək olacaq. Açıb. Ad günü hediyesi olalım. Belə düşünürük ki, burada daha rahat. Ceketinde al. Burada al. Öğreneceksiniz. Ali yorumu sana Bunu burada yapın.